Azərbaycan ədəbiyyatında ən mühüm yerlərdən birini sözsüz ki, aşıq ədəbiyyatı nümunələri tutur. Çox qədim kökləri binövrəsi olan Ozan aşıq ənənəsi mədəni irsimizdə xüsusi yerə sahib olmaqla yanaşı xalqımızın həyatında da mühüm rol oynayıb. Ozan ədəbiyyatının aşıq sənətinin nümayəndələri xalq tərəfindən həmişə sevilib, ehtirama layiq görülüb, hörmətlə anılıb. Bunun ən əsas səbəbi bu sənətin təmsilçilərinin daim xalqın yanında olması, qoşub söylədikləri şeirlərdə xalqın güzəranını, problemlərini dilə gətirmələri, eyni zamanda insanların bir sıra mövzularda axtardığı suallara bu şeirlər vasitəsilə cavab vermələri idi. Aşıqların bir çoxu mahiyyət etibarı ilə şahlara, bəylərə, vəzifə sahiblərinə boyun əyməyən, vara, dövlətə etina etməyən, sadə cəmaatın yanında olmağı saraylarda olmaqdan üstün tutan adamlar olub. Bir növ bunun əvəzində sadə insanlar da ozanların, aşıqların şifahi şəkildə söylədikləri şeirləri, ifa etdikləri saz havalarını göz bəbəyi kimi qoruyub, nəsildən nəsilə ötürüblər. Aşıq ədəbiyyatının belə nümayəndələrindən biri də Molla Cümədir. Amma Molla Cüməni təkcə aşıq ədəbiyyatına aid etmək və onu sadəcə bir aşıq kimi təqdim etmək doğru deyil. Azərbaycan tarixinin son 200 ilində Çar hökumətinə, sonra da Sovetlərə qarşı barışmaz mövqedə duran, bu barışmazlığı silaha sarılıb üsyan etməklə nümayiş etdirən Şəki şəhəri, xüsusən də Şəkinin Göynük mahalı bu mübarizələrdə xüsusi fəallıq göstərib. Çox vaxt üsyanların mərkəzinə çevrilib. Elə 1930-cu illərdə Sovetlərə qarşı baş verən və Sovet rəhbərlərini qorxuya salan, başda Göynük və Zəzid Bideyiz üsyanı olmaqla Şəki üsyanını xatırlasaq, kifayət edər. Haqqında söz açdığımız Molla Cümə də Göynük mahalının aşağı Layıskı kəndində dünyaya göz açıb. Onun dünyaya gəldiyi tarix mübahisəlidir. Tədqiqatçıların bəzilərinə görə bu tarix 1854-cü ildir. Ancaq kameral təsvirlərə söykənən tədqiqatçı Nazir Əhmədli Molla Cümənin 1859-cu ildə anadan olduğunu qeyd edir. Molla Cümə haqqında bu cür ziddiyyətli, müəmmalı qalan məsələlər çoxdur. Bəzən onun haqqında məlumatlar müəyyən vaxtlarda bir-birindən fərqli təqdim edilib. Bunlardan biri onun adı ilə bağlıdır. Belə ki, uzun müddət şairin adı Süleyman kimi qeyd olunub. Bunun da səbəbi Molla Cümənin folklorşünas Hümmət Əlizadənin 1935-ci ildə tərtib etdiyi Aşıqlar adlı kitabında verilən bir şeiri ilə bağlıdır. Aşıq ədəbiyyatında Vücudnamə adlandırılan həmin şeirin bir bəndində deyilir. Binəm Layıskiyə düşübdü mehman, padərim Salahdır, madərim Reyhan. Vələdim Həsəndir, əxim Süleyman, famlim Molla Oruc ədnasıyam mən. Şeirin bu bəndində əxim, yəni qardaşım sözü necəsə dəyişdirilərək adım Süleyman kimi gedib və uzun illər elə indinin özündə də əslində Molla Cümənin qardaşının adı olan Süleyman səhvən şairin özünə aid edilib. Molla Cümə öz dövrü üçün yüksək sayılan təhsil alıb, Göynükdə yerləşən Hacı İbrahim Əfəndinin mədrəsəsində oxuyub. Qısa müddətə ərəb və fars dillərini mükəmməl şəkildə öyrənib. İbrahim Əfəndinin məktəbi haqq cənnətidir deyən Molla Cümə, burada klassik şərq poeziyası, tarixi eyni zamanda İslam dini ilə bağlı dəruni və yüksək biliklər alaraq zamanəsinin ən savadlı adamlarından birinə çevrilib. Yüksək dini təhsil almasına baxmayaraq ruhaniliklə məşğul olmayan Cüməyə sadə xalq həm savadına görə, həm də ehtiram əlaməti olaraq Molla adını vermişdi. Bu haqda tənqidçi ədəbiyyatşünas Yaşar Qarayevin maraqlı yanaşması var. Professor deyir, sözün hərfi lüğəvi mənasında yox, rütbə, status, titul mənasında Molla sözünü Azərbaycan xalqı həm şifahi ədəbiyyatda, həm yazılı ədəbiyyatda axırıncı dəfə Molla Cüməyə aid edib. Mollaların Mövlana mənasında şairlər və aşıqların son nümayəndəsi Cümə, Molla Cümə olub. Mənada mollayam, Molla Cümayam. İsmi Pünhan adına şux pərvanayam. Gəlmişəm cahana bir gün fənayam. Axırda kərəm tək yanasıyam mən. Deyib, öz adını Cuma olaraq qeyd edən şairin adının bəzi tədqiqatçılar Cümə kimi qeyd olunmasını doğru hesab edirlər.
Biz də onu gah Molla Cümə, gah da Molla Cuma adlandıracağıq. Yaradıcılığı və həyatı uzun müddət və bir çox tədqiqatçılar tərəfindən araşdırılsa da, Molla Cuma və onun irsi haqqında hələ də geniş məlumata sahib deyilik. Hörmətli izləyicilərimiz, dostlarım, bir müddət əvvəl fəaliyyətə başlayan kanalımızda ötən müddət ərzində azad sözün, alternativ fikrin müdafiəçisi və daşıyıcısı kimi müxtəlif proqramlar hazırlayıb təqdim etmişik. Arzularımız böyük, planlarımız zəngin, yolumuz çətin və uzundur. Bu yolda bizi indiyə kimi tək qoymadığınız üçün sizə minnətdarlığımızı çatdırmaq istəyirəm. Davam etdiyimiz yolda bundan sonra da bizə dəstək olmaq üçün kanalımıza abunə ola, videolarımızı bəyənə, rəy yaza, həmçinin maddi dəstək üçün aşağıda qeyd etdiyimiz hesaba köçürmə edə bilərsiniz. Biz sizə arxalanır və inanırıq. Molla Cumanın tədqiqatçıları arasında Stalin repressiyasının qurbanı ədəbiyyatşünas Salman Mümtazın, biraz əvvəl adını qeyd etdiyimiz folklorşünas Hümmət Əlizadənin, bu dünyadan gənc yaşında köçmüş Ərtoğrul Cavidin, professor Feyzulla Qasımzadənin, akademik Həmid Araslının, filologiya elmləri doktoru Paşa Əfəndiyevin adları daha çox nəzərə çarpır. Bunların arasında Paşa Əfəndiyev demək olar bütün həyatını Molla Cuma irsinin və həyatının öyrənilməsinə sərf edərək şairin qiymətli əlyazmalarını ortaya çıxardıb. Molla Cuma yaradıcılığının ən sirli məqamlarından biri də şairin şeirlərində tez-tez xitab etdiyi yaxud da xatırladığı ismi Pünhan məsələsidir. Adından göründüyü kimi adı gizli mənasını verən bu ad, bəzi tədqiqatçıların fikrinə görə şairin gənc yaşlarda sevdiyi, amma qovuşa bilmədiyi, dünyadan gənc yaşında köçən sevgilisini nişan verir. Molla Cümənin ismi Pünhanla bağlı şeirlərini oxuduqca, şairin onu necə ilahi sevgi ilə sevdiyinin şahidi oluruq. İsmi Pünhan, ərəsətin günündə ol hesab kitaba düşmərəm sənsiz, yolunu gözlərəm sirat üstündə, bir qədəm irəli keçmərəm sənsiz. Ümumiyyətlə, şairin ismi Pünhanı onun yaradıcılığını araşdıran tədqiqatçılar üçün sözün əsl mənasında ismi Pünhan olaraq da qalıb. İrsini tədqiq edənlər Molla Cumanın məhəbbət və şövqlə vəsf etdiyi ismi Pünhanın kimliyi haqda dəqiq bir qənaətə gələ bilməyiblər. Son vaxtlar filoloq, folklorşünas Aynur Xəlilova da bu haqda araşdırmalar aparıb. Aynur xanım yazılarının birində şairin ismi Pünhanla bağlı olan şeirlərini dərindən və əhatəli şəkildə araşdıraraq onun adını tapa bildiyini qeyd edib. Molla Cümənin yaşadığı dövrlərdə Şəki mühiti dedikdə təkcə Şəkinin özü nəzərdə tutulmurdu. Bu ifadə Dərbənddən Balakənə qədər olan bir ərazini əhatə edirdi və Şəki bu mühitin mərkəzi hesab olunurdu. Molla Cuma öz yaradıcılığı və şəxsiyyəti ilə Dağıstandan tutmuş Şəkiyə qədər olan bölgələrin hamısında hörmət və nüfuz sahibi olub. Onun yaradıcılığı bu mühitin bütün aşıqlarına ciddi təsir göstərib. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti qurulanda Molla Cuma onun qızğın tərəfdarlarından biri olur. Şairin ölümü ilə bağlı bir neçə versiya məlumdur. Onlardan biri həqiqətə daha yaxın hesab olunur. Belə ki, Azərbaycan Xalq Cumhuriyyətinin təzə qurulduğu vaxtlarda Şəkinin Səbətli kəndində erməni quldurlar toplanır və qərarı alırlar ki, bölgənin müsəlman əhalisinə divan tutsunlar, soyğunlara başlasınlar. Ermənilər bunun üçün müsəlmanların bir yerə cəm olduqları, İslamda müqəddəs gün hesab olunan Cümə gününü seçirlər. Bölgədə sayılıb seçilən şəxs olan Molla Cüməyə erməni quldurlarının bu iyrənc və vəhşi planı haqda xəbər çatır. O da öz növbəsində Layıskı və bir neçə kəndin əli silah tutan adamlarını ayağa qaldırıb onları məsələdən agah edir. Beləcə, Molla Cümənin başçılığı ilə bir dəstə cəsur adam Səbətlini mühasirəyə alıb erməni quldurlarını tərk silah edir. Elə bu məsələ də Molla Cümənin ölümünə səbəb olur. Üstündən 2 il keçmiş, Azərbaycan Xalq Cumhuriyyətinin devrildiyi 1920-ci ildə 11-ci Qırmızı Ordu Azərbaycana soxulur. Şəkidən Zaqatalaya gedən bolşeviklərin arasında ermənilər də vardı. Azərbaycan Xalq Cumhuriyyətinin tərəfdarlarını həm bolşevik, həm də erməni quldurları
öz qara siyahılarına salmışdılar. Bu siyahıya Molla Cümənin də adı salınmışdı. 1920-ci ilin may günlərinin birində şairin həyətinə soxulan erməni quldurlar Molla Cümə və qonşularından olan bir neçə nəfəri hiylə yolu ilə güya harasa dəvət edirlər. Onlar həyətdən çıxandan bir neçə dəqiqə sonra güllə səsləri eşidilir. Ürəkləri soyumayan quldurlar qayıdıb təzədən həyətə soxulurlar. Şairin həyat yoldaşı Zöhrə xanım üstünə gələn erməni quldurdan arını, ləyaqətini qorumaq üçün əlinə keçən balta ilə özünü müdafiə etməyə çalışır. Elə bu dəm quldurlar qadını güllə yağışına tuturlar. Bu hadisə ailənin az yaşlı qızı, ermənilərdən gizlənmiş balaca Reyhanın gözləri qarşısında baş verir. Deyilənlərə görə bu hadisələrdən sonra bolşeviklər və ermənilər Şəkidə amansız qırğınlara başlayırlar. Molla Cümənin meyidi isə bir neçə gündən sonra tapılır. Məlum olur ki, onu güllələyənlərin ürəkləri soyumayıb, şairi qılınca doğrayıblar. Onu paltarlarından və papağından tanıya bilir və elə tapdığı yerdə də dəfn edirlər. Deyilənə görə şairi məzara qoyanda sazını da onunla birgə torbağa tapşırırlar. Şairin dəfn olunduğu yer bugün də söz, sənət sevdalıları üçün ziyarət yeridir. Həyatının və yaradıcılığının əsas hissəsini sadə insanlara, xalqa həsr edən Molla Cümə və onun kimi insanların ömrü xalqla bağlı olduğuna görə ölümü də xalq tərəfindən şəhidlik mərtəbəsinə ucaldılır. Bəzilərinə görə Molla Cümə haqlı olaraq şəhid sayılır, həm də Cumhuriyyət şəhidi. Orada, uzaqlarda, yol kənarında bir nakam şair uyur. Şəki cəmaatı, yaxın kəndlərin əhalisi, həmçinin qonaqlar yanında ayaq saxlayır, ruhuna dua oxuyur, üstündən gülü çiçəyi əskik olmayan məzarını qayğıyla, məhəbbətlə qoruyub saxlayırlar. Allah rəhmət eləsin.